vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Efirdə vətəndaş mövqeyidir. Hazırda dünyanın diqqətini çəkən əsas mövzulardan biri Həmas və İsrail müharibəsidir. Verilişimizin qonağı analitik Turab Rızayev. Xoş gəlmisiniz verilişimizə. Turab müəllim, ümumiyyətlə Həmasın İsrailə belə anidən hücumu İsrailin kəşfiyyatının uğursuz olması kimi qiymətləndirilə bilər dünyada. Yəni 1973-cü ildə də belə bir hadisə baş vermişdi Yom Kipur müharibəsində. Oktyabr ayında da, 6 oktyabrda. Bu ani hücumun səbəbi nə ola bilər? Burada bir neçə versiya var. Əsas məsələ odur ki, Həmasın belə bir hücumu və yaxud Fələstinə belə bir gərginlik bu gözlənilirdi. Nəyə görə gözlənildi? Çünki həddən artıq orada gərginlik artmışdı, təzyiq artmışdı. Xüsusilə son Ramazan bayramında o Əl-Əqsa məscidində deyək ki, ibadətlə bağlı problemlər vardı. Deyək ki, polis vaxtaşırı qeyd keçirirdi və yaxud orada radikal bəzi yəhudi təşkilatlar daxil olurdular, ibadəti pozurdular. Və bu münaqişə baş verəndə polis daha çox aydın məsələdə yəhudilər tərəfində olurdu. Bu cür gərginlik vardı və Qəzzanın özü ilə deyək Fələstinlər. Və gözlənilirdi ki, nəsə bir şey baş verəcək. Yəni deyirsiniz, dini tərəfdən bu hardasa dini deyil, bu Fələstinlər üçün tək dini deyil. Fələstinlər üçün bu həm dinidir, həm millidir deyək də. Orada çünki bir dövlət ideyası var, milli dövlət ideyası da var. Yəni bu gərginlik vardı. Yəni hər iki İsrail özü də gözləyirdi, məsələn digər ölkələr də gözləyirdi. Mətbuata bəlli oldu ki, məsələn Misir kəşfiyyatı belə bir hücum olacağı ilə bağlı daha əvvəl İsrail dövləti məlumat verib. Netanyahu hökuməti daha çox bunu çox ciddi bir hücum olacağını düşünmür və daha çox Fələstində Yordan çayının qərb sahilindəki ərazilərdə gücləndirmə işləri aparılır. Halbuki hücum Qəzza zolağından gəldi. Məsələn, belə bir kəşfiyyat məlumatları olması ilə də bağlı məlumatlar var. Və bir çox dövlətlər də bunu aşağı yuxarı təxmin eləyirdi. Məsələn, açıqlamalarda da bəlli oldu. Türkiyənin, Səudiyyə Ərəbistanı və s. ki, Qətərin açıqlamasından ki, bunlar da narazıdırlar ki, bəs bu gərginlik hansı şəkildə başlayacaq. Ancaq məsələnin digər tərəfindən baxdıqda bu ani partlayan bir gərginliyə oxşamır. Ani gərginlik necə olardı? Deyək ki, ənənəvi olaraq kimsə bir terror hücumu olurdu, intifada deyirlər. Yəni canlı bomba özünü partladırdı, kamikadze özünü partladırdı və yaxud avtomobilə hücum olurdu, kimsə maşın, avtobus qaçırdırdı, kimsə deyək ki, silahlı avtomat götürüb cəmaatın üzərinə hücum edib, uşaqlarla daha çox dolayı silah olmur və ya daşlar atırdılar. Burada isə uzun müddət hazırlanmış, çox peşəkar bir hücum var. Bunu açıq şəkildə demək lazımdır. Yəni düşünürsünüz ki, planlaşdırılmış bir formada. Əlbəttə, biz bu məsələyə diqqətlə yanaşsaq, görək ki, orada yəni ən azı bir il bir hazırlıq var. Yəni bizdə bu həmin bölgə çox yaxşı bilinmir, düşünürlər ki, qəfil hücum olur və s. Yəni ərazi qəfil hücum üçün əlverişli deyil. Yəni burada Qəzza ilə İsrailin qalan ərazisi arasında çox böyük maneələr var. 8-10 metr hündürlükdə dəmir beton divarlar var. O divarlara qədər dəmir qəfəslər var. O qəfəslərdən əvvəl dəmir tellər var. Deyək ki, xüsusi qorunan ərazi var. Müşahidə kameraları var. Bütün hasar boyu müşahidə qüllələri var. Həmin ərazidə 3 dənə hərbi baza var ən az. Yəni çünki 2 hərbi baza dağıdıldı, 3-cü də elə dağıdılmış kimi oldu Həmas tərəfindən. Və siz bir hücum eləyəndə bu ərazini deyək ki, addım-addım onu keçməlisiniz. Yəni o dəmir hasarlar kəsilməlidir, dağıdılmalıdır, belə çox partladılmalıdır. Dəmir tellər keçilməlidir həmin ərazi. O divar partladılmalıdır və ya necəsə yıxılmalıdır. Yəni çox böyük bir prosesdir. Xırdalığına qədər işlənir. Və əlbəttə ki, bunu keçmək çox çətindir və çox qəribədir ki, İsrail tərəfdən də bu keçilərkən bir müqavimət olmuyor, görən olmuyor və ya qarşını ala bilmiyor. Çünki adətən orada bir-iki nəfər hücum edəndə belə anında o ya zərərsizləşdirilirdi, ya çünki bu divar çoxdan var həmin ərazidə. Yəni Qüdsdə də var. Yəni deyək ki, Fələstin digər ərazilərində, qərb sahillə İsrail aradan hissələrdə də var, Qəzzada da var. Və bu bir neçə yerdən yarıldı. Təsəvvür edin ki, aeroplanlarla hücum elədilər. 5000 ədəddən çox raket buraxıldı, digər dronlarla hücumlar oldu, motosikillərlə hücumlar oldu, deyək ki, fərqli ərazilərdən hücum taktikası oldu. İlk hərbi hissəyə hücum edib geri çəkildilər, daha sonra daha geniş hücum oldu. Dənizdən neçə dəfə rezin və digər qayıqlarla deyək ki, Aşkelon tərəfindən hücum oldu. Yəni bütün bu mexanizmi idarə etmək lazımdır və Həmasın yaydığı videolardan bəlli olur ki, çox mütəşəkkil şəkildə qaranlıq bir yer, bir kontrol mərkəzi var. İnsanlar otururlar, Həmas gerb olan hərbi paltarlarında və mütəşəkkil şəkildə bu hərbi əməliyyatı idarə edirlər.
Yəni buradan da görünür ki, bunun idarə mərkəzi, bunun hücum elementləri və s. həddindən çox peşəkar hazırlanıb. Bu bir. İkinci məsələ, bu da əvvəl məşq edilib. Yəni ən azından bir neçə ərazidə bu məşq edilib. Yəni birbaşa bu birinci dəfə uğurlu olması mümkün deyil. Təbii. Üçüncü məsələ, mən sizə deyirəm ki, hazırda bölgədə və dünyada gedən heç bir müharibədə bu qədər mütəşəkkil iş görülməyib. Yəni deyək ki, bu dəqiqə Ukrayna müharibəsində tərəflərin heç biri bu qədər mütəşəkkil döyüşə bilmir. Yəni belə bir Həmasın o yaydığı videodakı bir komandanlıq, bir etap-etap bütün planlaşdırılmış bir əməliyyat, mən belə bir şey görmürəm. Və bütün bunları Həmasın öz düşüncəsi, öz beyninin məhsul olduğunu düşünmək açıq mənim üçün biraz çox sadəliyə qaçmaq olardı. Yəni Həmas bütün bunları özü düşünüb, özü planlaşdıra bilərdi. Dəstək alıb hardasa. Əlbəttə ki, yəni bu Həmasın beyninin məhsul olması məndə çox böyük şübhələr yaradardı. Bir də burada tək Həmas deyil. İndi bizdə Həmas bilinir, mətbuatda tanınır. Orada iki təşkilat var. Həmas və İslami Cihad birlikdə hərəkət edirlər. Və bu iki təşkilat birlikdə hücuma hazırlaşır, birlikdə hücum eləyir, müdafiə olunur, əsirləri alırlar. Hətta əsirlər belə fərqlidir. Məsələn, deyək ki, Həmasın əlində 100-150 əsir olduğu düşünülür, İslami Cihadda 30-50 arası məsələn əsir olduğu düşünülür və s. Yəni bu belə bir əməliyyat necə hazırlanıb? Bir ərzində hazırlıq gedib, bu hazırlıqdan xəbər olmayıb, bunlar bunun məşqini eləyiblər və əslində çox böyük bir kəşfiyyat zəifliyi də var ortada. Və təbii İsrailin kəşfiyyat zəifliyi. Əlbəttə ki, Mossadın çox zəifliyi var orada. Başqa bir tərəfdən Mərkəzi Kəşfiyyat İdarəsi niyə bunu dəyərləndirib məlumat ötürmür? Çünki onlar məlumat paylaşırlar, bilirsiniz. Yəni bu suallar da ortaya çıxır əlbəttə. Başqa bir məsələnin tərəfi odur ki, orada festival idi. Yəni dini bayram idi, festival idi və insanlar elə bir festivala gəldi. Daha çox səhralı, çox yaşayış olmayan ərazidir. Ona görə də qəfil orada yaxalanma şansı da vardı. Yəni ola bilsin ki, içkili olublar, deyək ki, sərhəddə və s. bayrama əfaluriyasında olub, hamı bayramda olub, tətildə olub, ola bilsin, deyək ki, polisliyi, ordudur. Çünki İsraildə ordudan başqa polis də ordu kimi silahlıdır və bundan başqa əhalinin böyük bir hissəsi, deyək ki, hərbi xidmət keçib deyə rezervist sayılır. Yəni əhalinin çoxunda silah var. Ola bilsin ki, biraz hücum da buna uyğun olub. Çünki orada uzun müddət müqavimət olmuyor. Məsələn, orada bir nəfər sorğuladılar Həmas döyüşçüsü. O deyir ki, biz bir il hazırlaşmışdıq buna və daha sonra biz də hücum eləyəndə gözlədiyimiz qarşılıq almadıq. Daha sonra əsirlər bunlar piyada şəkildə geri Qəzzaya aparıblar o tutduqları əsirləri 2 saat boyunca və bunların arxasınca düşüb izləyən də olmayıb. Yəni orada bir aydın məsələn bayramla bağlı, o festivalla bağlı da bir boşluq ola bilərdi. Ancaq istənilən halda bu hazırlıq Həmasın tək özünün bacardığı bir texnoloji iş olması məndə şübhə doğurur. Çünki təkcə hərbi olaraq hazırlanmayıblar. Propaganda olaraq hazırlanıblar. Mətbuat olaraq hazırlanıblar. Təsəvvür edin ki, Həmasın hər hücumundan sonra hücumu necə edir, aeroplanlar necə gəlir, deyək ki, o motosiklər necə, sərhədi necə deşiblər, divar necə partladılıb, əsir necə alıblar, jurnalistlər necə İsraildəki qəsəbələrdən canlıya çıxır, bunların kontrol mərkəzi göstərilir, hər raketin necə atılması, daha övvəlki hazırlıqlar peşəkar şəkildə bu videolar yayılır, deyək ki, sosial mediadan, telegram kanallarından və təkcə Həmasdan deyil, eyni zamanda Hizbullahın telegram kanallarından, eyni zamanda İran İslam Respublikasının fərqli qurumlarından, Sepahın, İran İslam Keşişlər Korpusunun, Qüds Briqadasının, İran dövlətinin fərqli qruplarından da yayılır və psixoloji müharibə də deyək aparılır eyni zamanda. Psixoloji informasiya və eyni zamanda daha əvvəl heç vaxt belə olmayıb. Yəni Həmas biz əvvəlki hücumları xatırlayırıq. Həmas hücum edib 5 nəfər öldürür, 10 nəfər partladır. İsrail əvəzinə bombalayır. Yəni belə daha kiçik miqyaslı və ya daha kusta üsulla olurdu. Ancaq burada müəyyən məlumatlar var ki, bu İranla koordinasiyalı şəkildə olması ilə bağlı müəyyən məlumatlar var. İndi o yəqin daha sonra daha çox dəqiqləşdirəcək. Bu Həmas və İsrail müharibəsi ekspertlər bildirirlər ki, bu çox qütblü müharibədir və bu müharibəyə üçüncü dövlətlər də qatıla bilər. Yəni siz necə düşünürsünüz? Mümkündürmü yəni? Və qatılsalar hansı dövlətlər ola bilər? Əlbəttə ki, hər şey mümkündür. Yəni bu münaqişə düşünürəm ki, yəni indiki məcradan çox kənara çıxa bilər. Bununla bağlı iki hədəflər var. Bayaq dediyim ki, məsələn, artıq İran bunda ittiham olunur. Çünki oktyabrın 2-si Livanın Beyrut şəhərində İran nümayəndələri ilə həm Hamas, həm də ki, İslami Cihad Təşkilatı nümayəndələri görüşdü və orada İranın bu hücuma tələsdirdiyi ilə bağlı kəşfiyyat məlumatları var. Və İsrail tərəfi əgər bunu yayırsa, yəqin bunun cavabını həm də İranı cavabdeh olaraq göstərməyə çalışır. Məsələnin bu tərəfi var. Digər tərəfdən
İran tərəfi iddia edir ki, bu indiki hərbi əməliyyatların başında duran şəxs, bununla bağlı mən də əvvəl paylaşım etmişdim. İsrail dövləti əslində həmin şəxsi tanıyır və onunla bağlı 7 dəfə sui-qəsd olub ən azı 2000-ci ildən bəri. Onu öldürməyə çalışıblar, alınmayıb. O Qasım Süleymani ilə yaxın, o İranın birisi, o İraqda öldürən bir generalı vardı, ABŞ-ın aviazərbəsində şəxsində, münasibətdə olduğu və İran tərəfi belə iddialar ki, o Qasım Süleymaniyə söz verib ki, mən bəs bu İsraildən, bu sionistlərdən bu intiqam alacağam və s. Həmin şəxsin öz ailəsi, yoldaşı, deyəsən uşağı da bombardıman nəticəsində həlak olub. Yəni İran tərəfi bunu Qasım Süleymaniyə Qüds briqadasına və s. bağlayır və yaxud Qasım Süleymanın ideyaları yaşayır kimi. Keçən mən İran Xarici Nazirliyinin bir paylaşımını gördüm. Qasım Süleyman Qüds divarında və kölgəsində İsrail yaranıb. Yəni İran sanki bunu özü də gizlətmir, ancaq ideoloji şəkildə aparır bunu. Yanaşı şəkildə biz orada döyüşmürük deyir. İddiası budur. Burada bir İran təsiri şübhəsizdir. Ancaq müharibəyə əlavə qüvvələr qatılacaqmı? İlk başda İsrail tərəfi də bundan qorxurdu. Yəni çəkincə o idi ki, bu əslində bir deyək ki, caydırıcı həmlədir. Qəzzadan hücum olacaq. Əsl hücum şimaldan gələcək, Livan ərazisinə gələcək, Hizbullahdan gələcək. Çünki güc nisbəti olaraq da Hizbullah bir neçə dəfə Həmasdan güclüdür, daha böyükdür və yaxın şərqin bir çox dövlətindən də daha güclü, həm sayca bir 100 minlik peşəkar ordusu var ən azı, həm sayca, həm silah növlərinə görə, texnologiyasına görə, həm də ki döyüş qabiliyyətinə görə. Çünki onlar davamlı olaraq peşəkar döyüşçülər yetişdirirlər. Suriyada döyüşürlər, İraqda döyüşürlər, IŞİD-lə döyüşdülər, İsraillə döyüşürlər. Hizbullah çox daha peşəkardır bu müharibə işlərində. Şimaldan daha böyük hücum gözləyirdilər. Ancaq Həmas baxmayaraq ki, həm Fələstinin digər ərazisində, o qərb sahilində həm Hizbullah, həm digər təşkilatları müharibəyə çağırdı. Biz hələ ki bununla bağlı Hizbullahdan açıq bir təklifi qəbul etdiyi ilə bağlı bir açıqlama görməmişik. Burada Hizbullah nə elədi? Hizbullah ilk öncə açıqlama verdi ki, əgər qoru əməliyyatlar Qəzzanın ərazisinə keçərsə, biz o zaman müharibə başlayacaq. Yəni, faktiki olaraq deyir ki, İsrail cavab olaraq bombardıman etməsinə çox qarışmır, belə deyək. Yəni, ənənəvi olduğu kimi bu hücuma qarşı. Ancaq yerüstü əməliyyat olacaqsa, İsrail ordusu Qəzzaya girəcəksə, bunun qarşılığında bombardımanı şimaldan İsrail ərazisinə daxil ola bilər. Hücum edəcəyi ilə bağlı təhdid eləmişdi. Yəni burada ancaq görünür ki, İsrail ordusu buna hazırlaşır. Çünki 100 min rezervist çağırmış, artıq 300 minə çatıb və Qəzza ətrafında yığılıb və Qəzzanın artıq yanacaq və elektrik enerjisi kəsilmişdi. Bugün resursları kəsildi və tam mühasirəyə alıb hücum eləmək istəyirlər. Bu görünür ki, İsrail burada hücum edəcək və vasitəçilərin bu vasitəçilik təklifi də əsilən dəyişdirilməsi və hərbi dayandırılması ateşkəsi ilə bağlı İsrail tərəfindən qəbul edilmir. Belə olan halda bu münaqişə riski artır. Çünki Hizbullah da açıq şəkildə bildirdi ki, əgər Qəzzaya hücum olarsa, yerüstü əməliyyat biz müdaxilə edəcəyik. Amma başqa bir məqam var ki, bugün sanki Hizbullah bu mövqedən geri addım atdı kimi. Çünki nə baş verdi? Hizbullah Livan hökuməti bildirdi ki, hökumət nümayəndəsində verdiyi məlumata görə Hizbullah Livan hökumətinə söz verib ki, ancaq İsrail Livana hücum edərsə müharibə qoşulacaq. Yəni bu halda, yəni əgər əməliyyat sırf Qəzza ilə bağlı olarsa, ola bilsin ki, Hizbullah buna qoşulmadı. Digər tərəfdən Hizbullahın qoşulması ilə bağlı İrana da çox ağır təhdidlər var. Çünki İran Hizbullah əlaqələri bilinir. O gün Respublika senatorlarından bir az şəkildə bildirdi ki, Hizbullah müharibə qoşulsa, biz İranın neft infrastrukturunu yerinə bir edəcəyik. Burada bir dənə maraqlı məqam var ki, ABŞ, yəni Qəzza zolağı ətrafında bu gərginliklərə baxmayaraq İranı cilovlamaq üçün 20-25 F-35, F-15 qırıcıları göndərib, yəni yaxın şərqə göndərib. Burada İranla bir müharibə və ya bir münaqişə başlaya bilərmi? Bu səbəb ola bilərmi? Hələ ki, ABŞ İranı qorxutmağa çalışır. Çünki dediyim kimi, ilk açıqlama Respublika senatoru belə verdi ki, əgər İranın neft infrastrukturu vurula bilər, neftlərimə zavodları vurula bilər, bu da aydın məsələdə İranın iqtisadi olaraq çökdürməyə hesablanır. Çünki İran yeganə valyuta gəliri neftdən əldə edir. Hətta orada da böyük büdcə, maliyyə problemləri var. İran daxilində çox böyük iqtisadi problemləri var. Digər tərəfdən o neftlərimə zavodlarını vursa, İranda onsuz da bəlkə video roliklərdə görmüşsünüz, bir yanacaq qıtlığı var, benzin, dizel və s. Bu tamamilə vəziyyət, iqtisadi vəziyyəti korlaya bilər. Eyni zamanda keçmiş təhlükəsizlik müşaviri prezidentin ABŞ-da Bolton açıqlama verdi və Bolton açıqlamasından belə başa düşdü ki, Bolton da bildirdi ki, əgər Hizbullah müharibə qaşılsa, İranın bütün hərbi bazaları vurula bilər. Yəni İran əslində açıq təhdid elədilər.
ABŞ təkcə təhdid eləmədi. Bununla yanaşı açıq şəkildə həm ABŞ həm Britaniya bildirir ki, biz İsrailin yanındayıq və bütün hərbi lazım məsələ təchiz edəcəyik. Artıq 2 gün əvvəl ABŞ-ın İordaniyadakı hərbi bazasından hərbi yüklər İsrailə çatdırıldı. Təyyarə indi bütün silah-sursatla birlikdə. Digər tərəfdən ABŞ bir təyyarə daşıyan gəmi, bir neçə kreyser və S-3 gəmilərini İsrail sahələrinə göndərdi və bununla açıq şəkildə bildirdi ki, bu öz müttəfiqimizə dəstək mənası daşıyır. Gecə ilə 8 milyardlıq paketli silah yardım göndərdilər. Bundan başqa 25 ədəd F-35 və F-15-ləri göndərir və burada da məqsəd odur ki, açıq şəkildə bildirib ki, münaqişə İsrail sərhədlərindən kənara çıxarsa, əslində burada çox açıq şəkildə bildirib ki, yəni Livanla, Misirdən, Yordaniyada, Misir və Yordaniyada hücuma müsait deyil, amma daha çox Suriya və Livandan ola bilər. Amma ümumiyyətlə İsrail sərhədlərindən müdaxilə olarsa, biz bundan istifadə edəcəyik deyə bir açıqlama olub konkret ABŞ tərəfindən. Yəni sanki bununla ABŞ məsələni kontrolda saxlamağa çalışır. Yəni digər ölkələr qoşulmasın və mən açıq Hizbullahın son açıqlamasından başa düşdüyüm odur ki, burada ola bilsin eyni zamanda İran da düşünür ki, artıq Hizbullahın hücumu İranı təhlükə atdığı üçün bəlkə o Livan hökumətinin o verdiyi açıqlamada İranın da payı var. Yəni İran da artıq Hizbullahın hücum etməsini bəlkə istəmir, hadisənin səngiməsini istəyir necəsə. Eyni zamanda İsrail kəşfiyyatı, ABŞ kəşfiyyatından Hizbullahın fəaliyyəti və məqsədləri ilə bağlı, niyyətləri ilə bağlı məlumat istəyib, kəşfiyyat köməyi istəyib və dəmir günbəz sistemləri üçün raketlər, atıcı silahlar üçün sursatlar və bombardman üçün silahlar istəyib. Amma burada çox təhlükəli bir məqam var. ABŞ B-52 təyyarəsi göndərib İsrailə. Bu təyyarə sırf bombardman üçün nəzərdə tutulmuş təyyarədir. Yəni bu təyyarə qırıcı deyil. Bu təyyarələrdən adətən böyük həcmli bombardman üçün istifadə olunur və yaxud nüvə silahlarının daşımasında istifadə olunur. Yəni deyək ki, Yaponiya atılan nüvə silahları da oxşar tip təyyarələrdən atılmışdır. Sizcə bunun məqsədi nədir? Yəni onu göndərmək. Ola bilsin bu da bir caydırıcı manevrdir. Bununla ABŞ açıq şəkildə mesaj verir ki, yəni digər ölkələrə İrana mesaj verilir ki, bunun nəticəsi çox ağır ola bilər. Və yaxud İsrail bu mesajı verir ABŞ-dan istəməklə ki, çünki İsrail də nüvə silahına sahib bir dövlətdir. Yəni İrana bir daha çox indi gözdağı verir. Çünki digər ölkələrin oradakı digər döyüşçü cəhbələrin ilə gücü yoxdur. Qəzza özü 10 kilometr enində 40 kilometr uzunluğunda bir yerdir. Yəni bizim Bakının hansı bir rayonu boyunda yerdir və orada 2 milyon əhali yaşayır. Yəni 50 təyyarə eyni zamanda orada bir bombardman eləyir. Yəni orada hansısa böyük bombardmançı ehtiyacı. Qırıcılar belə çoxdur orada belə baxanda. Yəni bombardman üçün elə xüsusi yer orada yoxdur. Livan üçün də belə bir B-52-yə və s. ehtiyacı vardı bombardmançı təyyarəyə. Mən düşünürəm ki, burada mesaj İranadır və açıq şəkildə İranın hədəf ola biləcəyi deyilir. Nüvə təsisləri, hərbi təsisləri və digər deyək ki, müəssisələri və ya da ola bilsin bəlkə də cəzalandırmaq üçün istifadə elədilər hətta. Yəni bu məsələ hansısa şəkildə ya Livanın Hizbullahının müharibə qoşulması ilə ya deyək ki, İranın hansısa şəkildə İrana qarşı cavab zərbələri əgər İsrail endirərsə və yaxud müttəfiqlər birlikdə endirərsə, yəni çox rahat şəkildə regional müharibə, oradan da qlobal müharibə çevrilmə riski var. Ümumiyyətlə rəsmi Türkiyə bu münaqişədə hansı roldadır və Ərdoğan dönüş nöqtəsini yarada bilərmi sizcə? Açıq indiki dönəmdə bu biraz çətin görünür. Çünki burada Həmas düşüncə olaraq İxvana, yəni müsəlman qardaşlara yaxındır. Yəni dolayı olaraq düşüncə olaraq Misirdəki bu Mursi hökumətinə və Türkiyədə AKP hökumətinə düşüncə olaraq yaxındır. Ancaq baxmayaraq ki, düşüncə olaraq müsəlman qardaşlara yaxındır və bu deyək ki, bir İslamın sünni məktəbidir, sünni ekoludur. Daha çox ermənilərlə, yəni ermənilərlə, İranla bir bağlar var və bu əslində biraz qəribə gələ bilər. Yəni bu sünni bir dini məktəbdən gələn bir qrup necə deyək ki, İran kimi bəli şiə mərkəzi bir dövlətlə bu əlaqədə gəlir. Bu daha çox da əvvəla bu ərəb ölkələr, Səudiyyə Ərəbistan, Qətər və s. orada güclüdürlər bu qruplar və hətta bunlar çox daha təhsilli, çox daha deyək ki, dünya görüşü olan, fərqli ölkələr görmüş, universitet təhsilləri olan, çünki bu Əl-Əsər Universiteti Misirdə yaranmış bir təşkilatdır. Bu şəkildə söhbət müsəlman qardaşlardan gedir, Həmasdan getmir. Həmas sadəcə deyək ki, bir qol və bir ardıcıldır bu təşkilatı. Və bunlar uzun illər o Körfəz ölkələrində hətta bütün müəllimlər, o deyək ki, bütün o deyək ki, məmur və s. ya bunlardan seçilirdi, ya onlar orada dərs deyirdilər. Ancaq son dövrlərdə Səudiyyə Ərəbistanı onlarda imtina elədi. Hətta Səudiyyə Ərəbistanı hal-hazırda o təşkilat qadağan olunub.
Qətərlə yaxşı münasibətlər olsa da müsəlman qardaşları və Səudiyyə Ərəbistan, digər ərəb ölkələrinin bunları sanki özlərini itələməsi, sahib çıxmaması bunlar sahibsiz buraxdı və İran bundan çox gözəl şəkildə istifadə elədi. Bəli, çünki çox qəribədir ki, Həmas dediyim kimi sünni bir məktəbdən gəlsə də, Əl-Əsər Universiteti 12-ci, 11-ci əsrdə qurulmuş, yəni 900 illik bir universitetdir. Oradan gəlsə də, bəli, artıq o əlaqələr, maliyyə, deyək ki, silahlanma və s. Həması İranla çox içli çöllü bir təşkilat halına gətirib. İslami cihad isə birbaşa İranın aşağı-yuxarı kontrolundadır. Yəni Həmas kimi hansısa bir partnyorluqda deyil, hətta birbaşa İranın kontrolundadır iki təşkilatdan və Həmasla Türkiyə arasında da və Qatar arasında da xüsusi münasibətlər var. Dediyim kimi o müsəlman qardaşlar xəttindən gəlmələr istər-istəməz bir münasibət yaradır. Türkiyə o xəttdən istifadə edib böyük ehtimal Həmasa təzyiq göstərmək istəyəcək bu münaqişənin dayandırılması üçün. Çünki bu münaqişənin olması Türkiyənin, Səudiyyə Ərəbistan və digər region ölkələrin, Misirin maraqlarının tam ziddinədir. Çünki bu ölkələr İsraillə yaxınlaşma yolundaydılar. Türkiyə də başlamışdı, deyək ki, Səudiyyə Ərəbistanı başlamışdı, Misir başlamışdı. Hətta ABŞ bunu təşviq edirdi. Çünki məsələn İsraillə yenidən Türkiyənin yaxınlaşmasında da ABŞ-ın rolu oldu. Xüsusilə Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsrail arasında bir təhlükəsizlik arxitekturası yaratmağa çalışırdı. Ancaq bu indi görünür ki, alınmayacaq. Nəyə görə? Çünki bir təhlükəli zonada artıq İsrail. Yəni oradan hər hansı qlobal əhəmiyyətli yolun keçməsi hələ ki yaxınlarda çətin görünür. İkinci məsələ isə Səudiyyə Ərəbistanı məcbur olub İsraillə sülh danışıqlarını dayandırmalı oldu. Məcbur Fələstin dəstəyinə açıqlama verdi. Bəs orada insanlara qarşı zülm olub. Onlar məcbur olublar. Biz dedik bu qədər siz insanları orada təzyiq eləməyin, bunun nəticəsi belə olacaq deyə. İstərsəməz, çünki hətta Səudiyyə hakimiyyəti İsraillə yaxınlaşma çalışsa belə orada 32 milyon ərəb və müsəlman əhalisi var. Yəni onların da çox nisbətən daha radikal İslam cərəyanlarına mənsubdular. Yəni o hakimiyyət o daxili narazılığın qorxusundan bu İsraillə yaxınlaşma prosesi bir müddət dayanacaq. Yəni bu təhlükəsizlik arxitekturası hələ ki alınmayacaq. Bu əslində ABŞ-ın regional planlarını pozur və Səudiyyə Ərəbistanı, Misir, İsrail arasındakı, Birləşmiş Ərəb Əmirlikləri arasındakı bu planları pozur. İstər-istəməz Türkiyənin də regionla bağlı planlarını pozur. Çünki Həmasın və Livan Hizbullahının bu cür birbaşa Fələstin təmsil eləməsi və bu məsələdə deyək ki, aparıcı rol sahibi olması İranın təsirini bölgədə gücləndirir. Türkiyəni və digər ölkələrini dediyim kimi zəiflədir. Ona görə Türkiyə çalışacaq ki, vəziyyətdən istifadə eləsin, həm Həmas üzərində təzyiqini artırsın, həm burada əsl vasitəçi kimi olsun. Əslində Türkiyədə belə təklif var. Blinken birbaşa Hakan Fidandan xahiş edib ki, orada vasitəçilik olsun, əsirlər qaytarılsın, sülh danışıqları olsun. Təşəkkür edirəm verilişimizə gəldiyiniz üçün. Dəyərli izləyicilərimiz, bugünkü verilişimizdə sona çatır. Növbəti verilişimizdə görüşmək ümidi ilə hələlik.